Herkese salam, kanalıma videomuza xoş gəldiniz. Mən Asim. Bu günlər yenidən yeni bir video ilə qarşınızdayım. Eləməli olduğum şeylər bir dənə tez bazar deyimsə, ondan sonra bir damcı deməli bir şeyim varsa deyərəm. Saat 4-dən 6-ya Azərbaycan dili hazırlığım var. Saat 10-un yarısından 11-ə kimi onlayn dərsimiz var. Prosta bu 10-un yarısı başlayacaq, amma 11-də 100% qurtarmayacaq. Bu ehtimalla 12-yə işləmiş, 12-nin yarısı üçün falan bitəcək. Ondan sonra dünənləri bir dənə vlog çəkmişəm. O vlogu editləməliyəm, onun thumbnailini düzəltməliyəm. Ondan sonra onu paylaşmalıyam. Azərbaycan dilindən 30 dənə sualımız var, yəni bir dənə sınaq var. Onu işləməliyəm. Ondan sonra riyaziyyat yazmalıyam. Mövzumuz çevrə idi və tapşırıq da ki, topludan çevrə bölməsinin ilk 3 mövzusuydu ya da 2 mövzusuydu, tam yadımda deyil. Onun sadəcə təklərini yazmaq idi. Yəni o qədər də problem deyil. Mövzular da yəni rahat idilər, yəni. Çox da inanmıram belə vaxt alsın. Allaha şükür. Temu karqom gəldim. Çox şükür. Gəl bu günləri onu götürəcəyəm. Ondan sonra bir dənə uzun vlog çəkməliyəm, bir dənə qısa video çəkməliyəm və skriptlər yazmalıyam. Normalda kompüterə artıq bir dənə fayl açmışam, video skript. Burada ideyalar var. Bunları təbii ki göstərməyəcəyəm. Bunun bəzilərinin skripti var. Bəzilərinin dediyimdə 3, 6, 8 dənə elə bir ideya var. Bunun birinin skripti var, 7-sinin skripti yoxdur. Oturub yəni bu günləri çalışacağam ki, bunlara skript yazım, içini doldurum. Ondan sonra da boş vaxt tapdıqca çəkim. Və bunlardan bəzilərini tək çəkməliyəm, bəzilərini uşaqlarla falan çəkməliyəm və ağlımda həqiqətən elə şeylər var ki, bir dənə maraqlı senaryo kimi falan bir şey yazaq. Yazım da doğrusu, mən yazmalıyam onu. Ondan sonra onsuz uşaqlar da videoya çəkilmək istəyirlər, yəni problem eləmirlər onu. Təxmini 5-6 dənə uşaq falanıq da. Maraqlı bir dənə şey, video çıxsın ortaya. Ağlımda 1-2 dənə ideya var. Prosta onu indi yazmaq lazımdır da. Bu günlər böyük ehtimal onu yaza bilməyəcəm, amma sabahda birisi gündə açansa çalışacağam ki, onu yazım. Birisi gün dedim, 3-cü gündür, birisi gün, 3-cü gündə fizikadan sınavımız var. Neyse. Üstümüzə sağlıq, mən təzədən xəstələnmişəm. Dünən demişdim deyəsən videoda, burada da deyim, xəstələnmişəm yenə təzə. Nəsə indi söndürüm bunu, deyəm, Azərbaycan dilindən tapşırıqları yazım. Ondan sonra videonu editləyim. Ondan sonra riyaziyyatı yazım, ondan sonra ana dilinə gedim bu cürlə.
hazırda evdən çıxdım, gedirəm hazırlığa və Azərbaycan dil tapşırığını yazdım, videoları da editlədim, thumbnail hazırladım, paylaşdım falan, amma riyaziyyatı eləyə bilmədim, vaxtım çatmadı da. Çünki elə bilirdim ki, Azərbaycan dili yəni normal sınavda içində 10 qrammatika, yəni buraxılış tiplikdə 10 qrammatika, 10 mətin, 10 da şey mətin, yəni 10 bədii, 10 publisistik mətin. Amma sən demə blok sınağı imiş və 30 dənə qrammatika var etmiş də. Mənim də qrammatikam 0 kimi bir şeydir. Yəni 0 deyil, əslində yaxşıdır, prosta o qədər də yaxşı deyil də. Düzdür, buraxılışda hər üçündən də, həm qrammatikadan, həm publisistikdən, həm də bədiydən hərəsindən bir dənə səhv eləmişdim. O 3 səhvim çıxmışdı. Yəni üçü də eyni olmuşdu, amma qrammatikam biraz daha zəifdir. Amma mətinlərim yaxşıdır. Ona görə deyirdim ki, mətinləri onsuz tez-bazar eləyəcəyəm deyənə. Çox da vaxtım getməz də mən bunu eləməyə. Amma qrammatik olduğuna mən babaq bir zülüm çəkdim onun üstündə. Ona görə riyaziyyat getdi, yaza bilmədim. Böyük ehtimalla riyaziyyatı sabahlar yazacağım. Çünki sabah hazırlığımız 4-dədir. Sabah da 6 dərsimiz olmalıdır. Məktəbdən 1-də falan qayıtacağam. Arada 3 saat vaxtım olacaq və ilk 2 mövzunu verilmiş müəllim, sadəcə teklərini. Ona görə yəni çox da böyük bir problem olmayacaq. Sabahlar böyük ehtimalla yazaram. Söndürüm kameranı çünki hazırlığa gecikdirəm deyəsən və keçməmək üçün indi söndürməliyəm ki, biraz qaça-qaça falan gedim, çatım hazırlığa. Deməli, hal-hazırda indi Azərbaycan dilindən də çıxdım, evə gedirəm. Evə gedim, bu ehtimalla bir dənə Yusiflə görüşüb gedib bu karqonu götürər, ondan sonra onu açarıq. Çünki mikrofonu yoxlamalıyam da, ürəyim partlayar mənim. Ondan sonra qaydandan sonra da nələr eləməliydim, oturub onları sırayla eləyərəm də. Neyəcəydim o yadımda deyil, amma eləməli olduğum şeylər eləyərəm. Deməli, indi çıxdıq, gedirik Spargodan götürməyə mikrofonu. İndi məsəl üçün külək var deyənə biraz xışıltı eşidirsiniz. Mikrofon götürün, qaydandan sonra eşitməyəcəksiniz. O da mikrofon düzəməlli işləsəcək. Allah'ım, bu da normal bir şey çıxmasa, üyə başımı buraxaram da, heç nə almaram. Bundan əvvəlki mikrofon nə var? 5 manat idi. böyük performans gözləyirsən. Yox, müstəşirəm, normal idi qiyməti. Bundan əvvəl də bir mikrofon aldım. Mikrofon bilirsiniz nədir? Zay. Allah'ın olsun, telefondan götürdüyüm xışıltılı o ses, mikrofon sesindən daha hörmətlidir. Nəsə də indi yoldayıq deyə söndürürəm. Hansısa maşın gəlib bunları eləməsin. Bir qaydanda açaram təzdən. Getdim, mikrofon götürdüm, gəldim. Mikrofon işləyir, qəşəngdir belə sesi falan. Ses yazma bu recordinga girəndə, yəni normaldır. Amma kamerada nəsə input device mən dəyişməmişəm. Onun üçün telefon mikrofon kimi qəbul edir. Default nədirsə onda qalır elə. Şeyə keçmir də, bu yaxa mikrofonuna keçmir. Mənim də indi düzəməlli bir vaxtım yoxdur. Çünki təqribi 1 saatdan sonra onlayn dərsimiz başlayacaq. Mən də o vaxt ərzində istəyirəm video skriptlərini falan yazım. Sonra təzə senaryolar tapım. Onları yazım. Riyaziyyatı da elə sabah yazdığımda da bu günləri girmirəm. Uzaqbaşı dərs əgər tez bitsə ki, inanmıram tez bitsin, oturub bu çevrənin ilk bölməsini yazıram. Çünki ilk bölməsi az idi. 30-40 dənə sual olmalı idi, səhv eləmirəmsə. İndi bilmirəm də, bu mikrofonu da sabahları həll edəcəm. Çünki onsuz hələ ki mikrofonla heç nə çəkmirəm də mən. Amma kompüterə də saldım, sonra bu recordingə də saldım. Voice recorder idi, neydi proqramın adı? Ses yazma da. Bəs orada da qəşəng işləyirdi mikrofon. Bu cürlə, yəni deyə biləcək çox da bir şeyim yoxdur. İndi girim bu skriptləri falan hazır edeyim də.